Salam yoldaşlar, mən bir yerə gəlmişik, hansı ki bu akkumulyator səhv quraşdırıblar. Bu kislota tiplidir, asid tipli. İnşallah bunu dəyişib lityumlu qoyacaq, lityum akkumulyator. Belə bir hibrid invertorlandır. Bunlar olur PWM, MPPT, bir də hibrid invertor. Ən yaxşısı bunlardır. Həm şəbəkədən götürür, həm də günəş enerjisindən götürür. Lityum bateriyaları deməli plus bura bağlanır, minus bura bağlanır. Həm də buna LAN girişləri var, bu lityum bateriyalarda. LAN kabelin girişi. Modemdən gəlib LAN girişi girir bura. Sonra siz telefonla girib bunu nəzarət edə bilirsiniz. Yoldaş artıq qoşduq, lityum bateriyanı qoşmuşuq artıq. Lityum bateriyanı invertorla, LAN kabellə əlaqələndirmək lazım ki, birbirini tanısın. Sistem artıq hazırdır.